Bugün Zəfər günüdür. Çanaqqala yalnız bir döyüşün adı deyil, bir millətin iradəsinin, inancının və vətən sevgisinin simvoludur. 1915-ci ildə baş verən Çanaqqala Savaşı zamanı Osmanlı ordusu dünyanın ən güclü donanmalarına qarşı dayanaraq tarixə keçən bir müqavimət göstərdi. Bu mübarizə sadəcə hərbi qələbə deyil, həm də mənəvi dirənişin ən böyük nümunələrindən biri idi. Çanaqqalada döyüşən əskərlər çox çətin şəraitdə, bəzən silahsız, bəzən ac-susuz halda belə geri çəkilmədilər. Onlar üçün əsas olan vətən idi. Bu qəhrəmanlıq tarixdə iz qoymuş və gələcək nəsillərə ilham vermişdir. Bu döyüşlərdə ön plana çıxan simalardan biri Mustafa Kemal Atatürk olmuşdur. Onun liderliyi, uzaqgörənliyi qələbənin qazanılmasında mühüm rol oynamışdır. Çanaqqala zəfəri bir daha sübut etdi ki, xalqın birliyi və inancı qarşısında heç bir güc dayana bilməz. Bu hadisə təkcə Türkiyə tarixində deyil, dünya tarixində də önəmli bir dönüş nöqtəsi sayılır. Çünki bu zəfər bir millətin yox olmaq təhlükəsi qarşısında necə dirçəlib ayağa qalxa biləcəyini göstərdi. Bugün Çanaqqala şəhidləri hörmət və ehtiramla anılır. Onların fədakarlığı sayəsində bir millət öz varlığını qoruyub saxladı. Çanaqqala ruhu isə hələ də yaşayır. Hər çətin anda, hər mübarizədə özünü göstərir. Çanaqqaladan uzanan zəfər, nəhayət ki, qədim Türk torpağı Qarabağ zəfəri ilə sona yetdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin.